Salam uşaqlar, mən Zabə yeni bir videoya da adamız hoş gəldiniz. Qoy bir stol çəkim bu qırağa. Hə, yeni bir videoya da adamız hoş gəldiniz. Bugün bəli Brawl Stars'dayıq. Hesab bu şəkildədir. Bu formatı göstərim. Sizə burada bir yenilik göstərmək istəyirəm. İşte bildiğiniz kimi yeni sezon başladı. 39. sezon Kaiju Yok Et. İşte bu oyun modunda bu bir siz yeni oyun modu Savaş Arenası. İşte yeni bir oyun modu olduğuna göre ve her defa Brawl Stars'ın elədiyi bir ərəfədir bu. Her şeyin gəldiyi oyun moduna özəl bir işte bu görevler verir. Gördüğünüz bu ortadaki bu ilk 6 görevi. İşte bu da 3 savaş kazan görevler var gördüğünüz gibi. Star hediyesi verir. İşte bunu açanda biri gördüm parladı efsanevi oldu. İndi o efsanevi olanda da dua elədim qəşəng bir şey çıxsın eləsin deyə. Deşin onun içərisindən də çıxan budur. Bildiğim melodi çıxdı. Melodi. Yani hiç gözləmirdim. İnan həqiqətən də heç gözləmirdim. Amma yəni çıxmağı çox gözəl oldu. Yəni mən çox sevindim şəxsən. Bu formada belə 7 səviyyə elədim birbaşa. Bu hesabda zaten standart səviyyə olaraq 7 səviyyə eləyirəm hər bir savaşçıyı. 7 səviyyə. Amma Hypercharge çıxan və Hypercharge güclü olan savaşçıları belə güçləndirirəm. Yəni 9 səviyyə, 10, hətta 11 səviyyə deyiləm Hypercharge varsa. İndi sən bugün biraz bununla birlikdə oynayaq. Hem de hazır elə ustalıq, çılğınlıq etkinliği varkən elə biraz da etkinliği tamamlayarıq. İndi nədə oynayaq, indi onu fikirləşmək istəyirəm. Bax məsələn burada. Bax məsələn burada 5'ə 5 savaş topu var. 5'ə 5 savaş topu girək görək nə qələt qırıq. Bu arada telefonda İndi əminəm ki o Moko videosunda indi görmüşsünüz o naviqasiya düymələrində bir sıxıntı var idi. Bu video çəkdim bu telefonda. Ona şükür düzəltdim. Xala qızı sayəsində düzəltdim. Bunlar bir təpəsini yarırsaq. Suiqəstçi bir savaşçı olduğuna görə, yəni doldurma hızı biraz zəifdir Melodinin. Yox, doldurma sürəti də yaxşı olur suiqəstçilərdə. Amma bunda biraz belə zəifdir, yəni bilmirəm o yəni nədəndir. İndi Max var, Lumi var. Mən də öldüm o sıra. Ayrı Eve var. Bizdə nə var? Grey'dir, Sprout'dur, Hank'dir. Griff'dir. Griff'i mən çox bəyənirəm bu arada. Griff həqiqətən güclüdür. Özellikle Hypercharger gəldiyi o zamanlarda ki mən də öldüm. Su gətirib oturmayaq sizə. Qamim ayaqlarım bütün qırıldı. Aha Max gəlir atır. Oy atamadı sağ ol Sprout. Sprout qəşəng bir profesyonalçıq eləyir. Mən də buradan bir super. Bir də buradan bir super. O bir səhv hatasıydı, atamadım. Anam. Bastırırlar. Savunma moduna geçmemiz lazım arkadaşlar. Anlamıyor musunuz siz beni? Tıkı. Da. Alınmadı. Heç gol da atamırlar. Nə bizimkilər, nə də onlarınkiler. Bərabərliyə qalsaq ilə bu gözəl onlar ilə profesyonalçıq olar. Aha. Get atmayın. O da divar nətə qırıldı. Ha qırılırmış. Buradan belə eləyəndə qırılırmış. Sən də rətlu gediysə. Bu evin də bu yetimçələr hamısı gəl məni bulaşır. Bilmirəm nədəndir, ay nədəndir, kim bilir ki nədəndir. Boğuldum. Belə geçsə biz gol atamayacaq yığı. Mən ondan %100 əminəm. Bir super. Bu Lumi ilə də istəyərəm bir oyun oynayamadım. Şeyde Melody ile oynayamadım. Adamlar pis bastırır. Yo. O Geçe tuttum deyirəm da oyun bitti. Uy ışınlandım. Grey sayesinde sağ olsun Grey. Bi. Uzatmalara getdi. Süperindən öldürdü məni Lumi bu arada inanılmaz güçlüdür həqiqətən də. O dedimi Brawl Arena, Savaş Arenası oyun modu. Orada əla gedir Lumi. Həqiqətən də əla gedir. Həm də yüksək hasardır, həm də qəşəng hasar verir. Yəni o sıradan yəni güclü bir savaşçıdır. Yəni güç olaraq yaxşıdır. Düzdür bir balaca yetənek istəyir oynanma üçün amma
Qəşəng savaşçı deyəm, mən bəyənirəm Lumi'yi. İndi onunla da indi biraz bu oynayarıq. Bir dənə, iki dənə bir oyun. Görək nələr eləyirik. Bir də bu ikinci hesabım var, onu da istəyirəm sizə bir göstərim elə bu axırda. Yox, alınmadı, yox. Atanmadıq. O birisi komanda qarşı tərəfdəki qəşəng bir dənə imkan versə, qəşəng atarıq da harda. Mən öldüm. Bəli, bundan da oyun bitdi. Bəli, 6 dənə adam öldürmüşəm, 8 dəfə də özüm ölmüşəm. Mən maşallah. Acıqca deyirəm, yenə maşallah. İndi bu Brawl Pass'te hər gün mən görevləri tamamlayıram bu arada. Bircədən bu Brawl Line'a görevlər əks olmaqla. Bu Lumi'yi də hazır bir göstərim. Lumi bu şəkildə çox əladır. Bir də bu arada onu əvvəl bunu da göstərim. Bir sonraki güncəlləmədə, yəni bunu deməyəm, xəbəriniz olsun. Bir sonraki güncəlləmədə belə göstərim. Ustalıq yolu həmişəlik olaraq qaldırılacaq. İşte bu altın güç puanı kreditlər bundan qalacaq. Onu kupa yoluna köçürəcəklər ki, kupa yolda 100.000 kupaya qədər uzadılmış olacaq. Amma bu rozetdir, profil rəsmidir, bu oyuncu ünvanıdır. Bu üçünü gələcək güncəlləmədə, o da zaten bu ayın axırlarında gəlir deyə düşünürəm. Kayıtlar adlı bir özəlliyə keçəcək. Kayıtlar adlı bir özəlliyə keçəcək. Yəni o işte bu ünvandır, ayrı məsələn profil rəsmidir, rozet falan. Ona görə də yəni daha çox ilerləməyimiz üçün belə bir yol düzəldiblər bizə. Burada elə bir ki 1000% ustalığa qədər gedə bilirik. Yəni onun üçün də bizim tam olaraq 500 milyard ustalıq puanı toplamamız lazımdır. Hal-hazırda zaten onun bir zaten neredeyse 150 milyard toplanıbdı onsuz da burada. Yəni onu görə demək istədiyim şey budur. Yəni daha çox yəni çalışın ustalıq çox kasını toplayın. Məsələn mən bacara bildim qədər bir çox karakteri məsələn bax Colt gümüş 1'dir. Bu 4'dür. Daryl, Gus, Mortis, Tub ayransı var. Hə bir də Nita, ayrı işte Leon. Bunlar da işte bronz 3'dür. Bu da kredit verir. Bu da yəni mega açmaq üçün yəni mən şeylədim ona görə. Bir hazır bu Lumi'yi də sizə göstərim. Ya da onun Lumi'yi ayrı bir videoda göstərim. O vaxta qədər bu istəyirəm bu ikinci hesabı da göstərim. Ifikal, Zaursidov. Bu Special ID'dən bir göstərim bunu. İndi bunları açalım. Bəli. 1854 kupada hesab. Hazır elə bu 300 güc puanı alaq. Mən bu arada buna dünəm yoxsa vaxtsamı bir şey elədim. 15 kredit alıq bu arada. Burada səviyyə olaraq eləsək. Emzin hypercharge çıxmışdı deyə mən emzi maxladım. Bu şəkildə belə emzi maxladım. Gördüyünüz kimi hypercharge'lı birlik hypercharge şəkildə. Yəni hesabda 2 dənə hypercharge'lı savaşçı oldu. Ondan əlavə yəni bu qantikə savaşçılar da yüksəltəcəm. Ümumi 17 dənə savaşçı var. Frank hal-hazırda açılır. İstəyirəm bu 2000 kupaya qədər kasım, ondan sonra açım istəyirəm Frank'i. Yəni video yəni bura qədər idi yəni. Bura qədər çəkmək istədim. Əminəm ki elə bəyənmiş olarsınız. Əgər bəyəndinizsə yəni like atmağı, da kanalı da izləmək istəyirsə, yəni kanalda yəni gələcək videoları takip etmək istəyirsə, yəni abunə olmağı unutmayın. Gələcək videolarda görüşmək ümidi ilə sağ olun.